Herkese salam, mən Aynur Babayeva. Bugün sizlərlə birlikdə DİM test toplusundan 3 nömrə isbat məsələsinə baxırıq. A, B və C ədədləri sıfırdan böyük olarsa, A plus B vurulsun B plus C vurulsun A plus C ifadəsi böyük bərabərdir 8ABC'dən ifadəsini ispat edin. Əgər ifadəmizə baxsaq, görərik ki, bu ifadədə ədədlərin cəmi və onların hasilindən istifadə olunur və belə bir qaydanı yada salırıq. İstənilən iki ədədin ədədi ortası onların həndəsi ortasından böyük bərabərdir. Bu qaydanı ifadənin bu bərabərsizliyin sol tərəfindəki bütün vurğular üçün tətbiq etsək, A plus B cəmi 2 kök altında AB-dən böyük bərabər olar. Və digərlərini də tətbiq etsək, B plus C cəmi 2 kök altında BC-dən böyük bərabər olar. Üç dənə bərabərsizlik alırıq. Və bu bərabərsizlikləri bir-birinə vursaq, birinci işarələrə nəzər yetirsək, kökaltı ifadə hər zaman müsbətdir. Müsbət bir ədəddən böyük olan ifadə də hər zaman işarəsi müsbətdir. Digərləri üçün də kökaltı ifadə müsbət və bu kökaltı ifadədən böyük olan ifadələr də hər zaman işarəsi müsbətdir. Bərabərsizlikləri bir-birinə vursaq, onların işarəsi dəyişməyəcək. Çünki hər iki tərəf də müsbətdir. A plus B vurulsun B plus C-yə. O da vurulsun üçüncü bərabərsizliyin sol tərəfi, yəni A plus C. İşarəm hər üçündə də eyni olduğu üçün mən də böyük bərabərdir yazıram və bərabərsizliklərin sağ tərəfindəki ifadələri bir-birinə vururam. Və vursaq, 2-nin kubu, yəni 8 vurulsun kök altında. 2 dənə A vurğum var, yəni A-nın kvadratı. Və B vurğumdan da 2 dənədir, B-nin kvadratı. Və eyni zamanda C vurğumdan da 2 dənədir, C-nin kvadratı. Bu ifadəni kökdən çıxaran zaman şərtin əvvəlində verilmiş ifadələrə baxıram ki, A, B və C ədədləri hər üçü də müsbət ədədlərdir. Deməli, kökdən cüt dərəcədən də bir ədəd çıxdığı zaman hər zaman modulda çıxır, düzdür? Və buna uyğun da bu ədədləri modulda çıxarsaq, müsbət olduqları üçün ifadə 8, A, B və C şəklində yazılacaq. Bu isə məsələmizin isbatıdır.